Bəlkə də bu halına sən də üzləşmisən, başına gələ biləcək ən pis təhlükəni düşünürsən. Hansısa bir hadisə, problem baş verəndə sən o problemdə ən pis ssenariləri gözünün qarşısında canlandırırsan. Elə bilirsən ki, bu an nəsə pis bir şey olacaq. Hər şey yolunda gedəndə belə sənin beynində həmişə neqativə dair ssenarilər olur. Xırda bir problem yaşayanda digər insanlar ona normal reaksiya verdiyi halda sən çox kəskin reaksiya verirsən və bu səni uzun müddət stresə salır. Bunun adı generalizə olunmuş təşviş pozuntusudur. Sadə bir nümunə göstərim. Baxın, bu ipdir, bu isə şpilkadır. Mən bu şpilkanı ipə keçirirəm. Bu şpilkanı ipdən çıxarmağın çox sadə bir metodikası var. Bunu həyatımızda olan bir problem kimi təsvir eləsək, bu problemi mən həyatımdan uzaqlaşdırmaq istəyirəmsə, bunun sadə metodikasını tapıb problemi həll edirəm. Amma təşvişli düşüncə tərzində olan bir insanın beyni həmişə bu şəkildə işləyir. Yəni, bu burada kilitlidir və mən bunu buradan çıxarmaq üçün çox böyük bir güc sərf etməliyəm. Problemi olduğundan daha böyük görməyə meyillidirlər. Halbuki bu problemin sadə bir həlli yolu var. Onlar o qədər problemləri beyinlərində böyüdürlər ki, problem artıq real vəziyyətindən çıxaraq daha fərqli bir vəziyyətə düşür. Niyə insanlarda bu kimi xüsusiyyətlər özünü göstərir? Yəni, hər şey reallıqdan daha fərqli şəkildə təhlil edirlər. Əslində, bunun səbəbləri fərqlidir. Amma ümumi olaraq dəyərləndirsək, əsas səbəb insanın məlumatları yanlış qavrama və təhlil etmə səviyyəsindən ölçülür. Yəni, biz realda olan məlumatları obyektiv şəkildə dəyərləndirib təhlil etməyə bacarmalıyıq. Əgər bir insanda təşviş varsa, generalizə olmuş təşviş pozuntusu varsa, həmin insanlar reallığı olduğundan daha təhlükəli dəyərləndirirlər. Ona görə ki, onların beyni bu şəkildə formalaşır. Bir insanda generalizə olunmuş təşviş pozuntusu varsa, onun həyatında müəyyən triggerlər, yəni hadisələr baş verir və bu hadisələrdən sonra insan daha da təşvişli olmağa başlayır. Tutaq ki, müraciət edənlər arasında məsələn, qeyd edənlər olub ki, məndə bu yadıma gəlir ki, 2 il əvvəl başladı. Yəni, ondan əvvəl mən o qədər də təşvişli bir insan deyildim. Amma 2 il əvvəldən sonra mənim artıq düşüncələrimdə daha fərqli yanaşma tərzləri formalaşdı. Mən hər şeyə təhlükə kimi baxıram. Elə bilirəm ki, bu dəqiqə başıma nəsə gələcək. Elə bilirəm ki, bu dəqiqə bütün problemlər böyüyəcək və mən təhlükədə olacağam. Əslində, burada məsələ həmin hadisə ilə əlaqəli olmur. İnsanın öz daxilində olan o narahatlıqda hadisə sanki bir bəhanə rolunu oynayır. Təbii ki, o hadisə ilə bağlantı da təhlil olunur burada, amma əsasən o təşvişli xüsusiyyətin necə formalaşması təhlil olunur. Yandırdım, indi daha yaxşı görünür. Bəzən təşvişli insanları çox qınayırlar ətrafda ki, sən hər şeyi böyüdürsən, bu qədər böyütmə, məsələ sənin düşündüyü kimi deyil, sən də çox negativ insansan, hər şeyə mənfi tərəfdən yanaşırsan. O insanları qınamaq lazım deyil. Yəni, reallığı təhrif edərək beyin bu şəkildə algılayırsa, daha təhlükəli algılayırsa, burada bir çox məqamlar insanın özündən asılı olmur. Yəni, onu idarə etmək insan üçün çox çətin olur. Belə insanları qınamaq əvəzinə hadisələrə yanaşma tərzini dəyişmək, biraz psixoloji bu yöndə bilgilər əldə edib o tərzdə yanaşmaq daha məqsədə uyğun hesab olunur. Generalizə olmuş təşviş pozuntusundan əziyyət çəkən insanlarda məsuliyyət hissi xüsusi rol oynayır. Yəni, onlar özlərini məsuliyyətli insan hesab edirlər və həmin məsuliyyət hissinə görə də daim planlama edirlər həyatlarında. Yəni, gələcəklə bağlı ssenarilər qururlar beyinlərində ki, mən bunu belə etsəm belə ola bilər. Hər hansı bir qərarı verməzdən əvvəl çox düşünürlər və o qərarla bağlı ola biləcək təhlükələri daha çox düşünürlər ki, bu təhlükə mənim başıma gələ bilər. Real həyatda da onların həyatında bəzi məhdudiyyətlər yaranır. Məsələn, hansısa işə gecikmə təhlükəsi olanda həddindən artıq stres keçirirlər. Hansısa bir tədbirə gedəndə və yaxud da hansısa vacib bir iş olanda, hansısa bir üzərlərinə məsuliyyət düşəndə, təbii ki, insan məsuliyyət götürməlidir həyatda yaşamını davam elətdirmək üçün. Amma o insanlar üçün məsuliyyət götürmə bir işgəncədir. Çünki onlar hər şeyi mükəmməl etməyə çalışırlar və bu məsuliyyət hissi, mükəmməllik də insanda təşvişi daha da artırır. Əgər sən bilmək istəyirsənsə ki, səndə generalizə olmuş təşviş pozuntusunun əlamətləri var yoxsa yox, onda bu sadalayacağım əlamətlərə diqqət yetir və özündə hansının olub-olmadığını təyin et. İlk növbədə o insanlar həddindən artıq məsuliyyətli olurlar, özlərini məsuliyyətli insan kimi təqdim edirlər ki, yəni mən məsuliyyətli insanam, heç bir yerə gecikməyim, heç bir işi yarımçıq qoymağım qeyri-mümkündür, mən həddindən artıq planlamalıyam hər şeyi və yerli yerində etməliyəm. Digər bir məsələ onların planlamasının yüksək səviyyədə olmasıdır. Düzdür, insan hər şeyi planlı şəkildə görə bilər, bu onun disiplinli bir olduğu anlamına da gələ bilir. Amma insan öz həyat keyfiyyətini aşağı şəkildə salacaq dərəcədə planlama edirsə,
Bu təbii ki, onun həyat keyfiyyətinə mənfi təsir göstərəcək və insanın istər-istəməz əhval-ruhiyyəsinə də mənfi təsir göstərir. Digər bir xüsusiyyət və əsas əlamətlərdən biri neqativ ssenarilər qurmasıdır beynində davamlı olaraq. Tutaq ki, anadır, oğlu axşam 1 saat işdən gec gəlib, avtomatik beynində fikirlər yaranır. Getdi, maşın vurdu, narkotik çəkdi, hardasa qaldı, dostlarına qoşuldu. Ən pis ssenariləri həmin qadın beynində canlandıracaq. Bunlarda tələskənlik olur, həmişə harasa tələsirlər. Amma özləri də bilmir. Mənim zamanım yoxdur, bunu etməliyəm, onu etməliyəm. Həddindən artıq tez yeriməyə meyilli olurlar. Yəni bəzilərində bu xüsusiyyətlər görülür. Aktiv olurlar. Zamana həddindən artıq dəyər verirlər. Zaman onlar üçün çox vacibdir. Həmin insanlarda tənqid həssaslığı olur. Tənqid həssaslığı dedikdə nəyi nəzərdə tuturam? Yəni kimsə onlara sən bu işi yaxşı bacarmadın və yaxud da bu işdəki bu problemləri həll etmədin kimi fikir söyləyəndə o insanlar özlərini məsuliyyətli hiss elədiklərinə görə orada çox stres keçirirlər. Bir problemdə böyük bir təhlükə axtarmaq onların əsas xüsusiyyətlərindən biridir. Yəni xırda bir problem baş verib, amma o insan bu problemi gözündə o qədər böyükdür ki, bu əlamətlər generalizə olmuş təşviş pozuntusunda görünən əlamətlərdən hesab olunur. Təbii ki, bu əsasda özünüzə diaqnoz qoymağınız da düzgün bir yanaşma deyil. Əgər bu əlamətləri özünüzə müşahidə edirsinizsə, bir mütəxəssisə müraciət etməyinizi tövsiyə edirəm. Mütəxəssis müayinəsindən sonra ola bilər ki, həqiqətən də sizdə generalizə olmuş təşviş pozuntusu var. Bəs biz nə edə bilərik ki, bu generalizə olmuş təşviş pozuntusu bizdə varsa, bundan azad olaq və öz beynimizi həmin o neqativ düşüncələrdən qurtaraq. Əslində, burada psixoterapiya üsulları fərqli formadadır. Sizin özünüzün evdə edə biləcəyiniz metodlar daha fərqlidir. Əsasən bədən rahatlaması üçün texnikalar tətbiq olunur. İlk növbədə, yəni biz həmişə özümüzü gərginlikdə hiss etdiyimizə görə əlavə olaraq onu da qeyd etdim ki, insan orqanizmi daim stres altında qalanda müxtəlif xəstəliklər yaranır zamanla onda. İlk növbədə stres zamanı bədənin müəyyən funksiyaları pozulur. Məsələn, burada həzm sisteminin funksiyalarını göstərə bilərik. Həzm sisteminin funksiyaları pozulur, bədəndə müəyyən səpkilərin yaranması və s. Bu kimi əlamətlər stresin göstəriciləri ola bilir bəzən. Və sizdə təşviş həyəcan pozuntusu varsa, daha doğrusu daha doğru şəkildə qeyd etsək, generalizə olmuş təşviş pozuntusu varsa, bu ilk növbədə sizin sağlamlıq problemlərinizə də gətirib çıxara bilir. Bu səbəbdən də ilk olaraq insan bədənini fiziki olaraq rahatlaşdırmalıdır. Burada nəfəs texnikaları xüsusi rol oynayır. Yəni hər gün xüsusi nəfəs texnikaları özünüz internetdə araşdıra bilərsiniz. Məsələn, bir nəfəs texnikası var 4-4-4. Yəni 4 saniyə nəfəsimizi ağızdan alırıq, daha doğrusu burundan alırıq, qarın boşluğu dolana qədər, sonra 4 saniyə saxlayırıq, daha sonra isə 4 saniyə ərzində buraxırıq. Bu nəfəs texnikasını gün ərzində 3-4 dəfə təkrarlamaq və 1 dəqiqə olmaq şərti ilə, yəni 1 dəqiqə ərzində bu nəfəs məşqini eləyirsiniz və günün müxtəlif saatlarında 4 dəfə, 5 dəfə yəni etməyiniz tövsiyə olunur ki, insan beyninə oksigen gedir həmin zaman və insan bədəni rahatlaşır. Bundan əlavə müəyyən əzələ məşqləri var. Burada idmanla məşğul olmaq, təmiz havada gəzmək, qaçış etmək və yaxud da əzələləri belə sıxmaq və boşaltmaq. Bunlar da bədənin rahatlaması üçün sizə faydalı ola bilər. Bundan da əlavə meditasiyalardan istifadə edə bilərsiniz. Digər və əsas məsələlərdən biri düşüncə tərzi üzərində işləməkdir. Yəni burada məsuliyyət hissi anlayışı və şəxsin buna baxış bucağını dəyişdirmək çox önəmlidir. Çünki insan özünü məsuliyyətli bir insan kimi hesab edəndə və hər şeyin öhdəsindən gəlməyə çalışanda, daim planlı şəkildə hərəkət edəndə onda təşvişin səviyyəsi artır və burada gələcəyə baxış bucağı da tamamilə fərqli olur. Biz gələcəyimizi, yəni normal insanlar gələcəkdə ola biləcək real təhlükələri də görürlər, xoş anları da təsəvvür edə bilirlər, amma təşvişli insan xoş anları yox, ancaq təhlükələri görməyə fokusludur və təhlükəni də ola biləcəyindən daha yüksək ehtimalla görürlər. Və məsuliyyət hissinin azaldılması dediyim kimi burada əsas rol oynayır. Bundan əlavə terapiyada istifadə olunan kiçik texnikalar var. Hansı ki bu texnikalardan biri düşüncələri ertələmə texnikasıdır. Tutaq ki siz hansısa bir problemlə üzləşirsiniz. O problemlə hələ üzləşməmişdən qabaq sizin beyninizdə problemin ən pik həddində olan ssenarilər gözünüzün qarşısına gəlir. O zaman öz düşüncələrinizə bir dur deyib, mən sizinlə tutaq ki saat 5-6 aralığında danışacağım şəklində düşüncələrinizi ertələyirsiniz. Yəni ki, məsələn, mənim işdə bir problemim var. Həmin problemlə bağlı ağlıma min cür fikir gəlir. Ay, sabah bu baş verə bilər, o baş verə bilər. Nə bilim, müdir mənə bu sözü deyə bilər, işçi mənə o sözü deyə bilər. Bu fikirləri durdurursunuz və ertələyirsiniz. Yəni, mən sizinlə saat 5-6 aralığında danışacağım. Bu, düşüncələri ertələmə texnikasıdır. Bundan istifadə edə bilərsiniz. Digər bir texnikamız düşüncələrin lehinə və əleyhinə fikirlər yazmaqdır. Məsələn, sizin düşüncənizdə var ki, sabah səhər mənim başıma pis bir iş gələ bilər. Və yaxud da hansısa rayona gedirsiniz, düşünürsünüz ki, mən orada qəzaya düşə bilərəm. Təyyarə ilə harasa uçursunuz, düşünürsünüz ki, mən orada qəza edə bilərəm. Bunu lehinə və əleyhinə fikirlər yazın.
Məsələn, mən təyyarə ilə uçacağam və qəzaya düşə bilərəm. Araşdırın, təyyarə ilə qəzaya düşənlərin sayı nə qədər olub son ildə? Bunu araşdırandan sonra insan artıq məntiqli şəkildə qərar verməyə başlayır ki, onun beynində yaranan sadəcə bir düşüncədir. Və yaxud da dediyim kimi rayona gedirsiniz, başınıza gələ biləcək təhlükəni düşünürsünüzsə, yenə də onun lehinə və əleyhinə fikirlər yazın. Yəni mənim başıma gələn təhlükələr mənim beynimdəki o viruslardan mı qaynaqlanır, yoxsa həqiqətən reallığa uyğundurmu? Bunu dayandırıb bir sual eləyəndə və sualınızı məntiqli şəkildə cavablayanda təşvişli düşüncələriniz nisbətən azalacaq. Maraqlı texnika da var. Bu texnikadan mən özüm də istifadə edirəm. Mükəmməl olmağa çalışan insanlar istifadə edəndə nəticə görürlər. Hər şeyi natamam etmək. Məsələn, o insanlar özlərini çox məsuliyyətli insan hesab etdiklərinə görə hər şeyi mükəmməl etməyə çalışırlar. Bir şeyi də natamam şəkildə et. Məsələn, tutaq ki, otaq təmizləyirsən, onu natamam şəkildə et. Qoy o otağın təmiz olmamasına görə kimsə səni qınasın, kimsə tənqid eləsin. Get tənqid oluna biləcəyin ortamlarda qəsdən hansısa bir səhv hərəkət elə. Təbii ki, mən demirəm ki, gedib orada şəxsiyyətinizə uyğun olmayan hərəkətlər eləyin. Yox. Sadəcə cəmiyyətin qəbul edə biləcəyi tərzdə, amma sizin dəyərlərinizə zidd olan hansısa bir hərəkət bu ola bilər. Yəni otağınızı stolun üstündə nəsə bir əşya saxlamaq və yaxud da götürdüyünüz hansısa əşyanı yerinə qoymamaq. Yəni təbii ki, biz insan olduğumuz üçün bəzən ola bilər yadımızdan çıxsın nəsə. Bunları edin və kimsə sizə bu mənada tənqidi yanaşsın, hansı səhvinizi sizə desin. Və bu zaman insan yavaş-yavaş o xarakter xüsusiyyətini dəyişdirir. Ki, yəni insan natamam ola bilər, insan robot deyil. Bu kimi düşüncələr təfəkkürdə formalaşanda artıq bu bizim davranışlarımıza da yansıyır. Və son olaraq onu deyim ki, siz əgər bu kimi problemdən əziyyət çəkirsinizsə, bu video sizin üçün bir başlanğıc ola bilər. Yəni əsas onu anlamaqdır ki, bu insanın beynində yaranan bir virus kimidir. Yəni bizim beynimizdə hansısa neqativ ssenarilər qurulursa, problem anında həddindən artıq bir reaksiya veririksə, bu bizim şəxsiyyətimizlə bağlı deyil. Sadəcə beynimizə gələn bir düşüncədir. Düşüncələr isə biz deyilik. Yəni o hər beynimizə gələn düşüncə biz deyilik. Bizim beynimizə gələn o neqativ düşüncələr reallıqdan uzaq düşüncələrdir. Bunu qəbul edəndə əslində insanın reaksiyaları da dəyişir. Yəni o düşüncələrlə söhbət eləyin. Mən bir problem yaranıb beynimə avtomatik düşüncələr gəlir. Sən bunun öhdəsindən gələ bilməyəcəksən. Problem daha da böyüksə nə baş verəcək? Əslində insan istəncə özünü aciz, zəif hiss etdiyinə görə bu kimi ssenarilər onun beynində canlanır. Sanki əvvəlcədən ertələyir, daha doğrusu əvvəlcədən özünü sığortalayır ki, mən o problem yarananda ona necə reaksiya verə bilərəm. Amma əksər hallarda da o problemlər yaranmır. İnsanın o beynində qurduğu ssenarilər olmur. Sadəcə biz özümüz elə düşündüyümüzə görə yarana biləcək problem, daha doğrusu yaranan problemlərə də baxanda deyirik ki, mən düşünmüşdüm, mən bilirdim ki, bu belə olacaq. Belə düşünən insan da var. Mən bilirdim ki, bu baş verəcək. Mənim ürəyimə dammışdı. Mən hiss eləmişdim bunu. Hiss eləməkdən əlavə sadəcə biz ona fokuslandığımıza görə bəlkə də ancaq onu görürük. Bu barədə də düşünmək lazımdır. Yəni qısacası o düşüncələr, hansı ki təşvişdən dolayı yaranmış o fikirlər, problemin daha da böyüdülməsi, beyninizdə qurulmuş ssenarilər, bunların heç biri sizə aid deyil. Sadəcə kənardan gələn və sizə təsir etməyə çalışan fikirlərdir. Dini inancınız varsa əgər, orada şeytan vəsvəsəsi deyirlər buna. Yəni insanın reallıqdan uzaqlaşması, əslində şeytan vəsvəsəsi deyəndə insanın dindən kənara çıxması, dini yoldan insanın belə deyək, azması bu nəzərdə tutulmur təkcə. Orada daha geniş mənada baxmaq lazımdır. İnsanın həyat keyfiyyətini aşağı salan beynində neqativ fikirlərin yaranmasına da dini terminlə desə bir vəsvəsə adını verə bilərik. Əsas olan odur ki, siz onu bir vəsvəsə kimi qəbul edirsiniz və o düşüncələrinizin sizə təsir etməsinin qarşısını alırsınız. Bax, bunu bacaranda insan o təşvişli düşüncələrin ötəsinə gələ bilir. Təbii ki, psixoloqa gedərək siz bunu daha dərindən araşdıra bilərsiniz. O triggerlərin, yəni sizin həyatınızda baş verən hadisələrin həmin o düşüncələrinizə təsirinlə əlaqəsini görəndə tamamilə yəni o fikirlərdən azad olmaq mümkün olur. Generalizə olmuş təşviş pozuntusudursa. Bir əlavə məqamı da qeyd edim. Ola bilər ki, burada psixoloqlar da izləyir videonu. Burada generalizə olmuş təşviş pozuntusuna əlavə köhnə təsnifatda təşvişli şəxsiyyət pozuntusu adı da keçir. Təşvişli şəxsiyyət pozuntusu çox təəssüflər olsun ki, tam şəkildə sağalması qeyri-mümkündür. Yəni bu şəxsiyyət pozuntusu olduğuna görə insanın artıq təməl xarakter xüsusiyyəti kimi özünü göstərir. Amma insan çox güclü bir varlıqdır. Onun da öhdəsindən gələ bilir. Yəni öz düşüncələrini idarə edərək həyat keyfiyyətini yaxşılaşdıra bilir. Bura qədər videonu izlədinsə sənə təşəkkür edirəm. Mənim kanalıma abunə olmağı, əgər olmamısansa, bu videonu bəyənməyi və rəy yazmağı unutma. Onu da qeyd edim ki, mən hansı videoda səsləndirirəm ki, videomu bəyənin, bəyəni sayı çox olur. Hansını da səsləndirmirəmsə, heç kim bəyənmir. Əgər videonu bəyənsən, bu təkcə mənə yox, sənin kimi bir çox insanlara faydalı ola bilər. Ola bilər ki, bundan əziyyət çəkən və psixoloqa gedə bilməyən şəxslər var. Bu video qarşısına çıxacaq və o da həyatında müəyyən qədər dəyişiklik edə biləcək. Yenə də təşəkkür edirəm.
növbəti videolarda görüşərik. Sağ olun.